Hamınıza salam dostlar, necəsiz? Ümid edirəm ki, yaxşısınız. Bugün ilk Minecraft videomu çəkirəm. Videonu bəyənməyi, like atmağı, yorum yazmağı, ən əsası da abunə olmağı unutmayın dostlar. Gəlin videoya keçək. Bəli dostlar, mən video dışında biraz kasılmışdım. İndi gələcəm özümə yemək, əşyalar falan yazacağım. Baltam, kazmam, odunlarım var, amma yeməyimlə madənim yoxdur. Şayət ki, məndən xəbərsiz gedib kasılıblar, mən arkada qalmışam. Ona görə də indi onlardan tez kasılıb onların yanına getməliyəm. Sonra dostlar, mən yavaş-yavaş inək, donuz, qoyun hamısını öldürdüm və bir qədər yemək əldə etdim. Bir qədər ətrafı dolaşdıktan sonra Şaiqin yağmaladığı köyü tapdım. Yağmalanan köyü görmək istəyirsinizsə Şaiqin videosuna gedə bilərsiniz. Şaiq bu köyə gəlib amma dəmir golemi öldürməmişdi. Ona görə də mən dəmir golemi öldürməyə başladım. Sonra onun dəmirlərini alıb istifadə edəcəkdim. Bu nə qədər canavar, ölmür bu. Sonra burnunun ortasına bir dənə ox ilişdirəndən sonra ölür. Mən də düşüb onun dəmirlərini alıram. Sonra qayıq düzəltdim və başqa köyə gedəcəkdim ki, burada kömürlər var. Bu kömürlər Nəsə, mindim gəmiyə gedirəm indi başqa biyom tapmağa, yeni köy tapmağa ki, gedim Şaiqgilə çata bilim. Dostlar, bir dənə köy tapdım, oyda, nə gözəldir. İndi buradakı bütün saman balyalarını alıb özümə çörək düzəldəcəm və onu azlıqda yiyəcəm. Çünki saman balyaları, yəni buğdaylar bizə madənə gələndə çörək çoxluğundan yemək əziyyəti verməyəcək yəni. Gedim indi Şaiqgili gözləyirəm. Şaiqgili gözləyənə qədər mən də bu saman balyalarının hamısını qırım olaya gələnə qədər. Saman balyalarını qırıb tutardım amma hələ də Şaiq gəlməyib. Şaiqi gözləyirəm. Görüm nə vaxt gəlib çıxacaq bu Şaiq. Mən də onu gözləyənə qədər buradakı əkinlərin hamısını qırım. Çünki lazım olacaq. Əgər o işlətmirsə mən işlədəcəm. Çünki əkinçilik eləyəndə mənə lazım olacaq bu toxumların hamısı. Sonra yadıma düşdü ki, saman balyalarının heç birini çörək eləməmişəm. Ona görə də samanların hamısını, yəni buğdayların hamısını çörək eləyirəm. Kəşki paketimiz olaydı ki, çörək içine qoyardıq. Nəysə, çörəklərin hamısını eləyirəm. Yəni yarısını eləyirəm, yarısı bəs eləyir. Sonra burada buğdaylar var, nələr var, nələr. Onlara baxırıq. Bayaq dəmir qolemdən düşürdüyümüz bütün dəmirləri dəmir kazma və dəmir qılız eləyirəm. Mənə kim vurur? Sən demək Şaiq gəlibmiş, Şaiq mənə vurubmuş. İndi özünə bir ev seçdi, özünə çiftlik düzəldir deyəsən. Sonra mən də öz əşyalarımı öz sandığıma qoyuram. Çünki artıq yer dolmuşdu, heç nə əldə edə bilmirdim. Ona görə də slotumun hamısını boşaltmağa çalışıram ki, nəsə alanda slota gələ bilsin. Dostlar, bu köydən sandıqdan mənə əyər çıxmışdı. Ona görə də bu əyəri bu gözəl ağ ata taxdım. Bu artıq mənim atımdır. Hara getsəm bundan istifadə edəcəm. Yəni uzaq yollara gedəndə bu at mənim yardımçım olacaq.
Ondan sonra dostumla madene gittim. Böyle demirler tapdım. Bir tane de elmas tapmıştım. Dostum bir tane elması alandan sonra altına bakmadı ama ben baktım, ben onun elmasını aldım. Neyse dostlar, ümid edirəm ki videonu bəyənmisiniz. Kanala abone olup yenə deyirəm like atıp yorum yazmağı unutmayın. Yeni video sabah gələr inşallah. Özünüzdən muğayat olun. Sağ olun, salamat qalın.